Cənubi Koreya və ABŞ Vaşinqtonun təklifindən sonra illik birgə hərbi təlimlərin müddətini və formatını dəyişir. Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi bildirib ki, Ulchi Azadlıq Qalxanı təliminin müddəti, əhatə dairəsi və bəzi digər hissələri dəyişdiriləcək. Bununla yanaşı əsas müdafiə və hazırlıq məqsədləri saxlanılacaq. Bazar ertəsi başlayan təlimin gələn həftəyədək davam etməsi planlaşdırılırdı. Lakin yeni qərara əsasən təlim cümə günü başa çatacaq. Beləliklə onun müddəti 11 gündən 5 günə indiriləcək. ABŞ tərəfinin təklifi ilə təlimin müddəti, miqyası və digər məsələlər üzrə müəyyən dəyişikliklər etməyə razılaşdıq. İlk növbədə Ulchi Azadlıq Qalxanı təliminin avqustun 17-dən 21-nədək keçirilməsi barədə razılığa gəldik. ABŞ Müdafiə Nazirliyi bəzi tədbirlərin ləğv edildiyini, digərlərinin isə simulyasiyalarla əvəzləndiyini açıqlayıb. Nazirlik əsas hazırlıq və təlim məqsədlərinin dəyişməyəcəyini bildirib. Şimali Koreya birgə təlimləri pisləyib. Ölkənin dövlət mediası bildirib ki, təlimlər Koreya yarımadasında gərginliyi artırır. Pyongyang özünü müdafiə hüququndan istifadə etməyə davam edəcəyini də bəyan edib. Bu arada Trumpın payızda Kim Chen In'la yenidən görüşmək istədiyi barədə məlumatlar yayılıb. The Wall Street Journal ABŞ rəsmilərinə isnadən yazıb ki, Trump noyabrda Asiyaya mümkün səfəri zamanı Kimlə görüşü müzakirə edib. Görüş Trumpın Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti ilə əlaqədar Çinə mümkün səfəri zamanı baş tuta bilər. Reuters bu məlumatı dərhal təsdiqləyə bilmədiyini bildirib.